Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə mürəkkəb cümlənin növləri haqqında danışmaq istəyirəm. Tabisiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr. Bu gün əsasən tabisiz mürəkkəb cümlədən bir qısa məlumat verəcəm, amma videoya çox baxış gəlsə, davamını, izahını paylaşacağam. Yazağın tabisiz mürəkkəb cümlə. Tabisiz mürəkkəb cümlələr. Bildiyimiz kimi mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olurlar. Tabisiz mürəkkəb cümlələrdə isə sadə cümlələr bir-birinə tabe olmurlar. Yəni bərabər hüquqlu olurlar, amma bir-birlərinə adlarından da məlum olduğu kimi tabisizlər, bir-birlərinə tabe deyillər. Bir-birləri ilə tabisizlik əlaqəsi, tabisizlik əlaqəsi ilə əlaqələnirlər, tabisizlik bağlayıcıları ilə bağlanırlar. Tabisizlik bağlayıcı. Deməli, tabisizlik əlaqəsi ilə əlaqələnirlər, tabisizlik bağlayıcısı ilə bir-birlərinə bağlanırlar. Bir dənə nümunə çəkəyin. Zəng vuruldu, dərs başlandı. Zəng vuruldu, dərs başladı. Baxın burada. Hərəsinin iki dənə sadə cümlə var. Birinci cümləmiz və ikinci cümləmiz. Görürsünüz, nə etdi? Vuruldu. Nə? Zəng. Öz mübtədası xəbəri varmı? Var. Başladı. Nə etdi? Başladı. Nə? Dərs. Öz mübtədası xəbəri varmı? Var. Deməli, bu tabisiz mürəkkəb cümlədir. Özü də tabisiz mürəkkəb cümlə həm intonasiya ilə, həm də intonasiya və bağlayıcıların köməyi ilə bağlanırlar bir-birlərinə. Burada bax, fikir versək, bağlayıcı yoxdur bu cümləmizdə. Fikir versək, bağlayıcı yoxdur. Yalnız intonasiyanın köməyi ilə bağlanıbdır bir-birinə. İndi isə bağlayıcının köməyi ilə yaranan, yəni bağlayıcılı bir tabisiz mürəkkəb cümlə yazaqın. Zəng vuruldu, amma şagirdlər yox idi. Zəng vuruldu, amma şagirdlər yox idi. Baxın, həm intonasiyanın, həm də bağlayıcının köməyi ilə bir-birinə bağlanıb. Nə etdi? Vuruldu. Nə? Zəng. Yox idi. Kim? Şagirdlər. Hər cümlənin özünə aid mübtədası və xəbəri olur. İndi biz burada nəyə diqqət yetirməliyik? Tabisiz mürəkkəb cümlə ilə həmcins xəbərli sadə cümlə bir-birlərinə bənzəyirlər. Bunları necə fərqləndirə bilərik? Gəlin indi sizə onu başa salım. Bunların bir-birindən fərqi odur ki, tabisiz mürəkkəb cümlənin hər bir xəbərinin ayrıca mübtədası olur. Bayaqçı kimi. Necə? Zəng vuruldu, dərs başladı. Görürsünüz? Zəng vuruldu. Öz mübtədası xəbəri var. Dərs başladı. Öz mübtədası xəbəri var. Yəni, hər xəbərin özünə aid mübtədası olur. Amma həmcins xəbərli sadə cümlədə isə xəbərlər eyni mübtədaya aid olurlar. Eyni mübtədaya bağlı olurlar. Məsələn, müəllim yeni mövzunu izah etdi. Bir dənə nümunəmizi yazağın. Müəllim yeni dərs izah etdi. Yox, vergül qoymayaq və yazaq. Və tapşırıq verdi. İndi burada fikir versək, baxın. Bu, həmcins xəbərli sadə cümlədir. Nə etdi? İzah etdi. Nə etdi? Verdi. Kim? Müəllim. Müəllim izah etdi, müəllim tapşırıq verdi.
Müəllim izah etdi, müəllim tapşırıq verdi. Görürsüz, ikisi də müəllim sözünə, yəni bir mübtədaya aid olurlar. Bir mübtəda ilə bağlı olurlar. Başqa da onu deyə bilərəm ki, tabesiz mürəkkəb cümlələrdə mübtəda olmasa belə xəbərlər fərqli şəxslərdə olmalıdır. Yəni mübtəda olmayanda xəbərlər fərqli şəxslərdə olurlar. İndi dedim virgül inanmadın. Dedim inanmadın. Baxın, bu artıq bunu həmcins xəbərli sadə cümlə götürə bilmərik ki, indi deyə bilərsiniz ki, burada 2 dənə xəbərdir, elə heç bir şey yoxdur. Xeyr. Görürsüz, dedim inanmadın. Xəbərlər müxtəlif şəxslərə aiddir. O şəxsləri gətirib yerinə yazmaq mümkündür, yerinə aid eləmək mümkündür. Məsələn, mən dedim, yox, o deyil, sən inanmadın. Sən inanmadın. Görürsüz, yenə özlərinin mübtədası xəbəri oldu. Tabesiz mürəkkəb cümlənin məna əlaqələrini də dediyim kimi, əgər videoma çox baxış gəlsə, növbəti videoda ardını paylaşacağam. Hələlik.